Azərbaycanda gənclərin əsas problemi nədir dayı? Kitab oxumurlar, qəzet oxumurlar. Hamısı bütün günü telefonda. İndiki gənclər qabaqki kimi deyil gənclər, bizim vaxtımız kimi deyirlər. Hazırki dövrün gənclərinin, bax, misal sizin dövrün gənclərindən fərqi nədir? İndiki gənclər böyük kiçik bilmirlər axı. Niyə elə düşünürsünüz? Amma elədir bə. Yox, mənə gəlincə çoxsunun xoşuna gəlməz gənclərimizin. Mənim fikrim belədir, məsələn, mən açığı deyirəm. Hamısı elədir, la. Yox, hamısı elə deyil, estağfurullah, yox. Hələ biri, ikisi elə olursa, indi siz anamın ürəyində elə fikir yaranır ki, yəqin ki, elə hamısı belədir. Böyük kişiyi bilməyib nə edirlər babalar, bu yazıqlar? Yazıq, yox, Allah eləməsə yazıqmış olurlar, hamısı ata-anası var. Yaxşı gənc olsunlar, biz necə deyim. Keyfiyyətli gənc olsun. Güclü olsunlar, bilirsiniz necə metroda durmurlar, eləmirlər, tez telefona baxırlar, eləyirlər ki, durmayan, eləmir. Yox. Ayıb eləyirlər. Nə bilim vallahi, nə deyim sizə. Son olaraq buradan gənclərə nə demək istəyir, nə tövsiyə eləyərdiniz bir ağsaqqal kimi? Yaxşı oxusunlar, Azərbaycana yaxşı əskər olsunlar, güclü olsunlar. Həyatda, necə deyim, atları büdürəməsin. Həmişə at üstündə olsunlar, atları büdürəməsin. Bir dənə onu deyərdim onlara. Əlasız, bu əla idi ya. Burada bitirə bilərik.